dostumuz Zahir'in komandiri olduğu hərbi hissələrdə dəfələrlə müharibə dövründə olmuşam və Füzulinin bir çox bölgələrində onlarla birlikdə iştirak eləmişəm. Mən özüm də müharibə veteranıyam. Zahir bizim tələbəmiz olur. Onun haqqında mən bir neçə kəlmə deyim ki, o çox səmimi, çox fədakar, çox sədaqətli bir insandır. Və bu batalyonda da onun yoldaşları da bugün burada iştirak eləyir. Onlarla da onun dəfələrlə mən görmüşəm nə qədər səmimidir və bu səmimiyyətin nəticəsində onlar müharibə dövründə də böyük fədakarlıq göstəriblər və Füzuli torpaqlarının bizim sevimli vətənimizin bir parçası olan Füzuli torpaqlarının qorunmasında çox iştirak ediblər. Bilirsiniz, o vaxt bizim ordumuz hələ belə bu şəkildə nizami ordumuz yox idi. Hər kəs belə əlindən gələni fədakarcasına göstərirdi ki, torpağımız erməni tərəfindən istila olunmasın. Ona görə mən bunların çox fədakar olduğunun şahidi olmuşam və deyirəm ki, bunlar bugün də, mən onlarla tez-tez görüşürəm, söhbətləşirik. Bugün də Ali Baş Komandanın əmrini gözləyirlər ki, bizim torpağımızın azad olunması uğrunda mübarizəyə qoşulsunlar.